Sağlamlığının qeydinə qalan hər kəsi salamlayıram. Səhiyyə televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Şəkər xəstələrinə pulsuz verilən dərmanları satan xəstəxana haqqında sizə məlumat vermişdik. Hazırda bu məsələ ilə bağlı araşdırma davam edir. İndi isə dünyada ümumdünya vərəmlə mübarizə günüdür və bilirsiniz ki, vərəm də uzun müddətli xəstəlikdir. Sağalsa da tamamilə sağalmağı çox uzun müddət alır. Ona görə də dövlət onun müalicəsini və dərmanlarını öz öhdəliyinə götürüb. Bəs görəsən vərəm xəstələri bu dərmanları əldə etməklə bağlı hər hansı bir problem yaşayırmı? Bununla bağlı Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinin sədri ilə əlaqə saxladıq və o bizə bir sıra məlumatlar verdi. Narazılığı var. Məsələ burasındadır ki, bu cür xəstələr dərmanları pulsuz alırlar. Amma indi isə növbə həkimlərdədir. Həkimlər pasientlərdən narazıdır. Çünki vərəm dərmanları çox ağır dərmanlardır və onları qəbul etdikdən sonra insanlarda müəyyən yan təsirlər olur. Hamıda yox. Amma belə bir adət alınıb ki, insanlar yan təsirlər olmadan belə həmin dərmanları öz başına gedib alıb içirlər və bu da çox ciddi fəsadlara gətirib çıxardır. Eyni zamanda infeksionist Nilüfər Məmmədovadan da soruşduq ki, hazırda bütün dünyada vərəmin müalicəsində hansı yeniliklər var və özümüzü vərəmdən necə qoruyaq? Bütün bu sualların cavabını isə növbəti sujetdə alacaqsınız. Mütləq baxın, çünki heç kim bu xəstəlikdən sığortalanmayıb. Və onu da qeyd edeyim ki, vərəmdən hər 2 dəqiqədə bir insan həyatını itirir dünyada. Vərəm xəstələri yan təsirli dərmanlarını həkim demədən qəbul edir. Dünyada hər 2 dəqiqədən bir vərəm xəstəsi dünyasını dəyişir. Ən çox yayılan, gizli inkişaf edən bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsi üçün lazım olan dərmanlar dövlət tərəfindən təmin edilir. Şəkər xəstələri ilə bağlı skandal haqqında məlumat vermişdik. Bəzi xəstəxanalarda pulsuz verilən dərmanların xəstələrə satılmağı ilə bağlı iddialar səslənirdi. Bəs vərəm xəstələrinin dərman təminatı ilə bağlı bu və ya digər problem ya şikayəti varmı? Sualı Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyinin təsisçisi və direktoru Çingiz Ramazanlı cavablayır. Vərəm dərmanları dövlət proqramı çərçivəsində verilir, bu hamıya aydındır və indiyə qədər bizə vərəm dərmanlarının verilməsində qarşılığında pul tələb olunması belə bir hal olmayıbdır. Sadəcə olaraq nə olubdur? Vərəm müalicəsi ilə bağlı ki, yan təsirlər üzə çıxır, yəni dərmanların toksikliyi, ağırlığı yan təsirlər yaradır. Yan təsir dərmanlarını bəzən pasientlərin hamısını deməzdim, bir çox pasientlər özlərinə təyinat vermək istəyirlər. Bu çoxdan yaranmış bir sanki dırnaqarası ənənədir. Yəni mənim qaraciyərimdə problem yaranıb, mən sistem vurdurmalıyam. Mən nə bilim falan esensial falan dərman vurdurmalıyam, hepatoprotektorlar və yaxud da. Təbii ki, bunların da hamısını gərək həkim təyin eləsin. Məsələn, mən pasiyentəmsə, mən eşitmişəmsə, vərəm uzun sürən xəstəliklərdəndir. Orada uzun sürən xəstəlikdə mənə bu cür yan təsirə dəf etmək üçün bu dərmanlar lazımdır. Elə bilirlər ki, yoxdur və bu özləri gedib pulla alırlar, bu sistemləri alırdı ki, həkim bunu mənə keçirdin. Sizdə yoxdursa bunu mənə keçirdin. Ancaq başa düşmək olmur ki, yəni klinikaların çoxunda var belə bir şey. Sadəcə olaraq həkim təyinat verməlidir. Bunun üçün də adi təyinat yox, müayinələr aparılmalıdır, yoxlanmalıdır. Laborator, instrumental metodlarla ki, baxılsın doğrudanmı bunun yan təsiri? Çünki onsuz da müalicəni aparan həkim öz pasiyentini hər tərəfli müayinəsinə aparır. Ümumdünya vərəmlə mübarizə günündə mütəxəssis infeksionist Nilüfər Məmmədova da Səhiyyə televiziyasına müsahibə verərkən Ümumdünya Səhiyyə Təşkilatının yeni qərarlarına əsasən tətbiq edilən müalicə metodlarından bəhs edib. Vərəm hələ də qlobal səhiyyə üçün ciddi bir problem olaraq qalır. Xüsusilə də dərmanlara davamlı formaların artması müalicəni çətinləşdirir. Ancaq son illərdə həm diaqnostikada, həm də müalicədə irəliləyişlər vardır. Vərəmin erkən aşkarlanmasında əsas problemimiz onun simptomlarının gec və yaxud da ki, qeyri-spesifik formada ortaya çıxmasıdır. Yəni, xəstələr bəzən uzun müddət simptomsuz qalır və ya simptomlar başqa xəstəliklərlə qarışdırıla bilir. Bu isə xəstəliyin gec mərhələdə aşkarlanmasına və həmçinin də başqalarına
uşaqlarına yayılmasına səbəb olur. Ona görə də risk qruplarında skrininq testlərinin aparılması və erkən diaqnostika üçün yeni metodların xüsusilə tətbiqi çox vacibdir. Azərbaycanda vərəmlə mübarizə üzrə dövlət proqramımız var və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun islahatlar aparılır. Son illərdə müalicə daha çox ambulator sistemdə həyata keçirilir. Yəni xəstələr xəstəxanada uzun müddət qalmırlar. Qalmaq əvəzinə evdə nəzarət altında müalicə alırlar. Bu da təbii ki, xəstələrin sosial həyatına daha az təsir edir, həm də səhiyyə sistemində də yükü azaldır. İnfeksionist əhalinin vərəmdən özünü qoruma üsullarını da açıqlayıb. Pis vərdişlərdən uzaq durmaq, yəni sağlam həyat tərzi immunitetimizi gücləndirir. Erkən diaqnostikanın aparılması və BCG peyvəndinin olunması, bu peyvənd qeyd edelim ki, əsasən uşaqlarda ağır vərəm formalarından qoruyur və bəzi risk qruplarında yenidən vaksinasiyaya müzakirə olunmalıdır. Təbii ki, xəstə ilə təmasda olanların da yoxlanması çox önəmlidir. Hal-hazırda bir neçə yeni vərəmlə mübarizə vaksini üzərində araşdırmalar aparılır. Mövcud BCG vaksini əsasən uşaqlarda qoruyucudur, lakin yetkinlər üçün də effektivliyi bir qədər məhduddur. Son illərdə yeni vaksinlərin klinik sınaqları aparılır və bəzi namizəd peyvəndlər gələcəkdə vərəm əleyhinə daha geniş və effektiv qorunmanı təmin edə bilər. Ümumiyyətlə vərəm tam müalicə olunan bir xəstəlikdir, amma erkən diaqnostika və düzgün müalicə burada əsas rol oynayır. Araşdırmalar göstərir ki, bəzi insanlar 4000 illik tarixi olan vərəm bakteriyalarına qarşı daha yüksək müqavimət göstərir və bu şəxslər vərəmə yoluxsalar belə xəstəlik onların orqanizmində inkişaf etmir.